Nə əsəbləşirəm? Gedişata. Həyatın gedişatına da pul, pensiya artırmırlar, bir şey eləmirlər. Vallahi hər şeyə. Nə bilim, vəziyyətə, pulun olmamağına, işin olmamağına, hər şeyə. Hər şeyə. Məsələn, nəyə? Elə hər şeyə, ümumiyyətcə əsəbiyəm. Niyə? Nə bilim, əsəbiyəm də hər şey. Şizofren adam durduq yerə əsəbləşir. Mən də beləyəm, də əsəbləşir. Yaxşı. Bu da su kanalizasiyalara görə ki bizim işimizə baxılmır. Ona görə də əsəbləşirik. Və qoşular, qadınlar gəlirik. Gəlin bugün sabah işimizə baxılmır, biz də gedirik. Demək olar hər şey. Elə həyata. Həyatın nəyinə? Ədalətsizlik. Nə iş həyatı olsun, şəxsi söhbətlər, münasibətlər olsun. Yəni bunlara. Binəqədi yolunun avtobuslarına görə, marşrutlarına görə düzgün işləmirlər. Gec gəlirlər. Saatlarla qalırıq burada. Gəlib dayanırlar orada. Yəni ki, çox problemimiz çoxdur əslində, amma ən böyük bizim problemimiz elə avtobus problemidir. Mən ümumiyyətlə əsəbləşmirəm. Yox. Həqiqətən əsəbləşmirəm. Bu dəqiqə indi qaydan gəlirəm. Heç nədən pravamı yollayıblar işə, niyə? 18 bal yüklənib. O maşınları nə sürmüşəm, nə o maşınları tanıyıram, nə oturan yerdə ziyan vurublar. 1500 maaşa işləyirdim. 3 gündən sonra çıxartdılar, atdılar mənə. Belə şeylərə sənət dalacaq, onun üçün gedirsən. Bunun üçün arada elə əsəb keçirdirsən, başqa heç. Əsəbləşmirəm demək olar. Yaşam tərzi, insanların düşüncə tərzi. Çox şeyə. Məsələn, bax, orada düşmüşəm marşrutdan. Gəlib indi nə qədər piyada gedirəm ki, mən işə çatım. Gün içində ən çox dediyim kimi probkaya əsəbləşirəm. Bir də ona əsəbləşirəm ki, həyatımda qarşıma ancaq əsmər qızlar çıxır, sarışın qızlar çıxmır, ona əsəbləşirəm. Sarışınlar mənim bəxtimdə yoxdur. Mən əsəbləşmirəm qızım. Hələ hər şeyə. Məsələn, nəyə? Nəvəm əsəbləşdirir, qızım əsəbləşdirir, oğlum əsəbləşdirir, hanım əsəbləşdirir. Ən çox mesajlara gec cavab verilməyinə əsəbləşirəm. Saymamazlığa əsəbləşirəm. Bir də gözlədilməyə çox əsəbləşirəm. Gözləyən insan deyiləm, nifrət edirəm gözləməkdən. Planın qurulub sonra həmən atmin olunmağına əsəbləşirəm. Sonra nəyə əsəbləşirəm? Acanda çox əsəbləşirəm, yəni hədsiz əsəbləşirəm. Bir də nəsə işim olanda, planım olanda həmin şeyə atmin elə, başqa vaxta saxlanılmağa da elə bir şeylərə əsəbləşirəm gün ərzində. Bir də bu qız əsəbləşirəm gün ərzində. Ən yaxın rəfiqəmdir. Nə bilim, aqressiv insanlar aqressiv yanaşanda əsəbləşirik də, başqa heç. Vəziyyətlə bağlıdır hər şey. İctimai nəqliyyat olsun, necə deyərlər, çaşımavazlıqlar var. O qədər şey əsəbləşir. İşlə bağlı olur. İş yerində daha çox əsəbləşir. Niyə? Olur da, aqressiv müştərilər gəlir. Biraz aqressivləşirik. Elə dib yola. Yol cəf gəlirəm çoxlu ona görə. Elə bir şey əsəbləşmirəm.